olsun. Abdullah ibn Zübeyri Həccac ona qarşı çıxdığına görə mi öldürdü? Abdullah ibn Zübeyrin Həccac niyə görə öldürdü? Allah bilir, yadında deyil. Ola bilər, Allah bilir. Sahabələrdən bəzilərində olub beyyət eləməmək. O vaxtı əmirlərə. Onlardan biri Yezid, həmçinin Həccac. Bunlar oldu və heç biri fayda vermədi. İmam Nəvəvi və Şeyxülislam ibn Teymiyyə rahimehullah deyir ki, sonra Əhl-i Sünnə vəl Cəmaa icma elədi ki, olmaz belləmək. Və bəzi adamlar var, onlar deyir ki, olar çünki belə bir nərəy var, sahabələrdən niyə olur? Düz olmuyor. Düz olmuyor. Səhv olur. Səhv üzərində etiqad qurmaq olmaz. Onların əməllərindən sonra Əhl-i Sünnət vəl Cəmaa icma elədi. İmam Nəvəvi həmçinin Şeyxülislam icma gətirir ki, o hadisələrdən sonra, Hüseynin bu hadisəsindən sonra və həmçinin Abdullah ibn Zübeyrin hadisəsindən sonra icma edilər ki, fayda vermir və bu cür eləmək olmaz, haramdır. Bəli, indi yadıma düşdü, Abdullah ibn Zübeyir Həccaca beyyət eləməmişdi, ona qarşıydı. Bəli, həmçinin Həsən Əl-Basri də eləmədi. Sonra tövbə elədi. Evində həbs elədi Həccac onu. Aydındır, olub, eləyiblər, xata olub. Sonra tövbə elədi Həsən Əl-Basri. Tövbə elədiyinə görə Elhamdülillah Rabbil Alemin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Biz dəfələrlə bəzi söhbətlərimizdə demişik ki, Vəhabilərin dini hadisələr baş verəndən sonra oturublar alimləri bəzi məsələləri qeyd ediblər. Məsələn, siz onların kitablarına baxsanız, biz bundan qabaq hətta İbn Hüseymindən də misal gətirmişik. Misal üçün, imam necə seçilə bilər, xəlifə necə seçilə bilər? Bunlarda axı Peyğəmbər sallallahu aleyhi və səlləm xəlifə seçməyib, ümməti başsız qoyub, Əbu Bəkir ondan ağıllı çıxıb Vəhabilərə görə 2 il sonra xəlifə təyin eləyib və ondan sonra Ömər onun təyin etdiyi xəlifə 6 nəfərlik şura qurub və heç biri ümməti başsız qoymuyor bir Peyğəmbərdən başqa. Yəni bunlarda Peyğəmbərin şagirdi hesab etdikləri şəxslər öz ustadlarından, müəllimlərindən Peyğəmbərdən sallallahu aleyhi və səlləm nəuzubillah ağıllıymış. Və bunlara deyəndə ki, xəlifə necə seçilir, qalırlar nə düşünürlər, deyirlər ki, şura yolu ilə ola bilər. Çünki Ömər belə bir iş görüb. İstixlaf yolu ilə ola bilər, özündən sonra xəlifə təyin etməklə. Niyə? Çünki Əbu Bəkir belə eləyib. Və bu hadisələr necə baş verib, hətta deyiblər ki, qılınc gücünə, qəhər gücünə, zor gücünə kimsə gəlsə hakimiyyətə itaat eləməlisən. Niyə? Çünki Muaviyyənin hakimiyyətə gəlməyi belə olub. Yəni, hadisələr necə cəryan eləyib, baxırlar, ona uyğun oturublar, din yazıblar. Və bu Vəhabilərdən biri də sual verilir ki, Abdullah ibn Zübeyir Həccaca beyyət etmədiyinə görə Həccac onu öldürdü. Bu da gör necə nağıl danışır. Yəni, bilmirsən, ağlayasan bu tayfanın halına, yoxsa güləsən. Deyir, bəli, yadıma düşdü, beyyət etmədiyinə görə onu öldürdü və bu da yanlış bir şeydir. Ondan sonra İbn Teymiyyə icma nəql elədi, Əhl-i alimləri oturdular, icma nəql edilər ki, bu xətadır, faydasız bir şeydir. Baxın, ondan sonra oturublar, baxıb görüblər ki, özü etiraf edir Vəhabi, deyir, bəzi sahabələr etiraz edədilər, qarşı çıxdılar hakimə, məsələn, İmam Hüseyn aleyhissalam və onun ordusunda olan bəzi sahabə və tabeinlər, Vəhabilərin xeyirli nəsil hesab etdikləri şəxslər. Buxarıda, Müslimə baxın, hədislər gətirirlər. Bir də budur ki, xeyrul qurun, sahabilər ən xeyirli nəsildir, sonra onlara tabi olanlar, sonra onlara tabi olanlar, o insanlar ki, Kərbəlada var idilər, İmam Hüseyn aleyhissalam qoşulmuşdular, hakimə qarşı çıxmışdılar. Ondan qabaq İmam Ali aleyhissalam qarşı çıxan sahabilər, elə bir Abdullah ibn Zübeyrin özü Cəməl döyüşündə İmam Ali aleyhissalam qarşı çıxmışdı. Atası Zübeyir Cəməl döyüşündə sahabə idi, İmam Ali aleyhissalam qarşı çıxmışdı. Təlhə, Ayşə, həmçinin də Muaviyyə, həmçinin də Əmras və s. insanlar qarşı çıxmışdılar. Deməli, bunların heç biri bilmədi ki, olmaz hakimə qarşı çıxmaq. İbn Teymiyyə ağıllı çıxdı. Bütün sahabələrdən ağıllı çıxdı, oturdu, icma nəql elədi ki, bəs olmaz hakimə qarşı çıxmaq. Əgər sənin qeyd etdiyin Əhl-i Sünnə alimləri
Sahabelərdən ağıllıdırlarsa, niyə sahabələri xeyirli nəsl hesab etmisiniz, müstəhid hesab etmisiniz, deyirsiniz biz dini onlardan götürürük. Sərf eləməyəndə şiəni vurmaq üçün deyirlər şiə peyğəmbəri təyin eləyə bilmir, sahabələri təyin edir. Bizimlə peyğəmbəri bağlayan sahabələrdir. Sahabələr dini peyğəmbərdən alıb bizi ötürüblər. İndi bu fırıldaqçılara sərf eləmir. Nə deyirlər? Deyirlər ki, İbn Teymiyyə ağıllı çıxdı, oturdu icma nəql elədi. Əgər sənin icman sünnəyə, peyğəmbərə söykənmirsə, Qurana söykənmirsə, özünüzdən deməli dini uydurmusunuz da. Yox, söykənirsə niyə həmin mənbəni, Quranı, hədisi o vaxtda sahabelər bilməyiblər? Bilməyiblərsə cahil olublar və yaxud biliblərsə, əmr etməyiblərsə, ədalətdən düşürlər, Qurana, Allaha itaat etməyiblər. Niyə onları adlı hesab eləmisiniz? Görürsüz, yəni əqidə deyil, darmadağın bir şeydir. Yığıb-yığışdırıb bir qərara gələ bilməyiblər. Nə gəldi? Yazıblar ki, bu da bunların dinidir. Yəni hadisələr baş verəndən sonra oturub görüblər ki, yox, İmam Hüseyn əleyhissalam qarşı çıxdı, fitnə çıxdı, Abdullah ibn Zübeyr qarşı çıxdı, fitnə çıxdı. Deməli olmaz. Bir dənə din yazaq ki, hakimə qarşı çıxmaq olmaz. Bu olmazı, bu hədisdirsə əgər, bunu onlar da bilməli idilər. Deməli özünüzdən uydurmusunuz. Və cahil bura qədər də bilmir ki, Abdullah ibn Zübeyr özü hətta Həccacdan qabaq, Həccacı Mərvan ibn Həkəm lənətullah aleyh, məlun Mərvan bir dənə qoşun yığdı, yolladı hara? Məkkəyə. Həccacı da tabiindən idi. Hicrətin 40-cı ilində dünyaya gəlmişdi, sahabəni görmüşdü. Peyğəmbəri sallallahu aleyhi və səlləm görməmişdi. Amma Abdullah ibn Zübeyr balaca sahabələrdən idi. Hicrətin 1-ci ilində dünyaya gəlib. Hətta deyirlər Mədinəyə hicrət eləyəndə ilk dünyaya gələn uşaq idi. Peyğəmbər dünyadan gedəndə 10 yaşı var idi, 11 yaşı var idi. Balaca sahabələrdən idi. Bunlara görə sahabələr xeyirli nəsildir. Tabeinlər isə onlardan sonra gəlir. Həccac isə tabein idi. Həccacı hətta xeyirli hesab eləsəniz, Allah Quranda nə deyir? O ayə var, Tövbə surəsinə gətirirlər bizim əleyhimizdə güya, öz aləmlərində. Allah Azze və Celle buyurur ki, Əuzu billahi minəşşeytanirracim. Əs-səbiqunəl-əvvəlunə minəl-muhacirin vəl-ənsar وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ. Sadaqallahul aliyyul azim. Deyir ki, hicrətdə, nüsrətdə, beyətdə ilk qabağa düşən mühacir və ənsar vəl-ləzīnə və o kəslər ki, təbəuhum, onlara tabi oldular. Tabeinlər və ətba tabiin və sonraki nəsillər. Bi ihsan, yaxşılıqda deməli, Quran deyir, əgər sonra gələnlər onlara tabi olsalar. Amma bunlar nə deyir? Bu deyir ki, Abdullah ibn Zübeyr beyət etmədiyinə görə Həccaca. Həccac kimdir ki, Abdullah ibn Zübeyr ona beyət eləsin? Abdullah ibn Zübeyr sizə görə bir sahabidir. Və ayə deyir ki, əgər tabi sahabiyə yaxşılıqda, ehsanda, yaxşılıq etməkdə, yaxşı xüsusiyyətlərdə tabi olsa, Allah ondan razıdır. Özü də Abdullah ibn Zübeyr artıq o vaxt hakim idi. Məkkədə hakim idi. Hətta Yezidin sağlığında 2 hakimiyyət əmələ gəlmişdi. Yezid məlun Şamda, Abdullah ibn Zübeyr də nasibi, Cəməldə İmam Əli əleyhissalam qarşı çıxan şəxs, o da harda Məkkədə hakimiyyətə gəlmişdi. Və bir çox yerləri də özünə tabe elətdirmişdi. Yeziddən sonra Mərvanın vaxtında bu hadisə baş verdi. Artıq Abdullah ibn Zübeyr özü bir xəlifə idi. İki xəlifə meydana çıxmışdı. Əgər siz deyirsinizsə hakimə qarşı çıxmaq olmaz, onda Həccac ona qarşı çıxmamalı idi. Mərvan ona qarşı çıxmamalı idi. Çünki yazılanlara görə onun tabeçində olan ərazilər və əhali daha çox idi. Xülasə budur ki, bunlarınki əqidə deyil də. Yəni, oturublar, Peyğəmbərdən sonra din yazıblar və cəmaata çatdırıblar ki, bəli, icma nəql ediblər ki, sahabələr bilməyiblər, cahil olublar. Sonra gələn əhl-i-sünnə alimləri icma nəql ediblər və bu qərara gəliblər ki, hakimə qarşı çıxmaq olmaz. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.